arzular balamın gözünde kaldı. O hayatta oluydu. Hayatta mekteplerinde uzun rengi başı dayandırdılar. Uşaqlar hamısı imtina elədi. Hamısı okumağa bile həvəsdən düşüb yalvarmışam ki, Elgün için okuyun. Elgüncüm xahiş edirəm, elə bilin ki, mən balam gedir o imtihanı almıyor, gedin imtihanınızı verin. Yüksek netice topluyor. Mən hər biriniz siz sevinəcəm. Dua eləyəcəm, elə bil ki, öz balam siz sevinirəm. Bəzisi deyir gözü çıxarılıb, atılıb. Bəziləri deyir qabırğaları qırıq-qırıq olub. Onu döyən şəxslər nə qədər vəhşi olublar. Və necə bir ananın qarnından çıxıblar. Övladlarınızı qəddar böyütməyin. Övladlarınıza diqqət eləyin. Bütün sosial şəbəkələr bugün Elgündən danışır. Danışmalıdır da. Nə qədər susacağıq, nə qədər çox işıqlandırmayacaq bugün bu faciənin daha artığını yaşayacağıq. Daha betərini yaşayacağıq. Çünki Elgün kimilər bizim hər birimizin evində böyüyür. Və diqqət etməsək, Elgünü vəhşicəsinə döyüb, onu xüsusi amansızlıqla elə öləcək dərəcəyə çatdıranları da biz evimizdə böyüdəcəyik. Sizə görə bir ana, bir ata, bir ömür gözü yaşlı qalacaqlar. Niyə? Düşmən gülləsindən dünyasını dəyişib şəhid olmayıb Elgün ki, vətən sağ olsun desinlər. Yaylım ateş açılsın. Üç rəngli Azərbaycan bayrağı dalğalansın. Elgün çox şərəfsiz və qeyrətsiz birilərinin əlində ölüb. Ermənidən nə fərqləndirir Elgünü ölümcül döyənləri? Nə fərqləndirir? Deyin görüm nə fərqləndirir? Fərqi varmı belə canilərin? Cəzalarını almayıblar. Cinayətkar deməyə ixtiyarımız yoxdur, amma mən də bir ana kimi yanıram.